Hörmətli müəllimlərimiz, dəyərli valideynlərimiz, əziz 6-cı sinif şagirdləri. Məhz bu video sizin üçündür. Bildiyimiz kimi bu il 6-cı siniflər üzrə monitorinq imtahanları keçiriləcək və 12 may 2026-cı il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən yeni çərçivə sənədi təsdiq edildi. Əvvəlki illərdə bizə Azərbaycan dili fənnindən 2 mətn təqdim edilirdi. Yeni çərçivə sənədinə əsasən isə 4 mətn və 1 əməli yazı nümunəsi təqdim ediləcək. Bəs biz bunları ümumiləşmiş formada sınaq nümunəsi olaraq hardan əldə edə bilərik? Təbii ki, mənim Orxan Əhmədovun Telegram kanalından əldə edə bilərsiniz.